Baş Prokurorluq və Təbii Respublika Endokrinoloji Mərkəzinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı cinayət işi başlanması barədə birgə məlumat verib. Məlumata görə açıqlamada deyilir, əhalinin sağlamlığının qorunması sahəsində insan və vətəndaş hüquqlarının təmin olunması və etibarlı müdafiəsi, tibbi xidmətlərin icrası zamanı yol verilən qanunsuzluqların aşkar olunaraq qarşısının alınması, həmçinin hüquq pozmalara yol verən şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində mütəmadi olaraq kompleks tədbirlər həyata keçirilir. Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsində Respublika Endokrinoloji Mərkəzinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı daxil olmuş məlumat əsasında əməliyyat axtarış tədbirləri keçirilib. Qeyd edilən mərkəzin vəzifəli şəxsləri tərəfindən öz həqiqi təsir imkanlarından istifadə edilərək digər vəzifəli şəxslərin qərarına qanunsuz təsir etməklə şəkərli diabet xəstəliyindən əziyyət çəkən şəxslərin qeydiyyata alınması, onların müxtəlif dərman vasitələri ilə təmin edilməsi və bu kimi başqa məqsədlərlə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaiti almalarına və vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə əsaslı şübhələr müəyyən edilib. Toplanmış ilkin sübutlar əsasında Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə, nüfuz alveri maddələri ilə cinayət işi başlanılıb. Hazırda cinayət əməllərinin törədilməsində təqsirli şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri tədbirlər davam etdirilir. Onu da xatırladaq ki, daha öncə yayılan məlumatda Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsinin Respublika Endokrinoloji Mərkəzdə yoxlamalara başladığı müvafiq şikayət əsasında artıq mərkəzin rəhbərliyi və bir neçə həkim endokrinoloq barəsində araşdırmalar aparıldığı bildirilirdi. Qeyd olunurdu ki, yoxlamalara cəlb olunanlar arasında mərkəzin direktoru Nərmin İsmailova, İnzibati İşlər üzrə direktor müavini Vəfa Kərimova, baş həkim Ülviyə Əhmədova və digər şəxslər var.